Davam edirik 11-ci sualla. İlk 10 sualın izahını əvvəlki videodan izləyə bilərsiniz. 11-ci sualda aşağıdakı dairəvi diaqram 3 dostun bir həftəlik bir tətil müddətində xərclədiyi pul miqdarını göstərir. Bunlar dostların xərclədiyi pul miqdarını göstərir. Təbii ki, 95 dərəcə dostun xərclədiyi pul olmayacaq. Şamilin xərclədiyi pul 95-lə mütənasibdir. Arifin xərclədiyi pul 145-lə mütənasibdir. Səlimin xərclədiyi pul hələlik burada qeyri-müəyyəndir. Bunu biz tapa bilərik. Dairəvi diaqram görərsinizsə belə nə baxsa, onların hamısının cəmi 360 dərəcəyə bərabər olur. Deməli, biz buradan x-i necə taparıq? 95 ilə 45-i toplayarıq. Bu bizə verəcək 140 dərəcə, üzr istəyirəm, 240 dərəcə. Bunların cəmi bizə 240 dərəcə verəcək. Qeyd edək bunu bir yerə. Cəmləri bizə verir 240 dərəcə. Deməli, üçüncü hissə nə qədər olmalıdır ki, 360 dərəcə olsun? 360-dan çıxarıq həmin 240-ı, bu hissələrin ikisinin cəmini, taparıq x-imizi 120 dərəcə almış olaraq. Deməli, bunun qiyməti də 120 olmuş olacaq. Burada nə nəticəyə gəlirik? Belə bir nəticəyə gəlirik ki, Şamilin xərclədiyi pul 95 ilə mütənasibdir, Arif 145 ilə, Səlimin isə pulu 120 dərəcə ilə mütənasibdir. Yəni, hal-hazırda sadəcə onu deyə bilərik ki, Səlim Şamildən çox pul xərcləyib, Arif də Səlimdən, çünki dərəcə ölçüləri bunu bizə göstərir. Səlim Şamildən 50 manat çox xərcləmişdir. 3 dost tətil boyu xərclərini bərabər bölüşdürmək üçün aşağıdakı variantlardan hansını seçməlidirlər? Birinci baxaq görək. Məsələnin şərtində deyir ki, buranı biraz ağardaq, yazmağa yerimiz geniş olsun. Burada yaza bilərik artıq. Səlim Şəmildən 50 manat çox xərcləmişdir. Yəni, S, Səlimin xərclədiyi pul bərabərdir Şəmil plus 50. Biraz da böyüdək, daha rahat görə bilin. Biraz daha. Aydınlar. Səlim Şəmildən 50 manat çox xərcləmişdir. Bunu düstur şəklində yazırıq. Bunların hər birini ifadə eləsək, bunu yazarıq. Şamilin xərclədiyi pul olar. Şamil, hər nəsə. İkisini də deyəcəm. Siz birini başa düşün. İkisi də eyni adamdır. Şamil hər halda. Şamilin xərclədiyi pul. Buradan da görürük ki, 95 ilə mütənasib. Yəni, bunu yazaq. Yanına bir x yazaq, olsun 95x. Bu x-lə onu qarışdırmayın. Bu bizim daxil ediyimiz yeni dəyişəndir. Arif 145 x-də Arif xərcləyib. Və nəhayət Səlim xərcləyib 120x. Belə. Burada biz düsturda Səlimin yerinə 120x yaza bilərik. Yazaq onu. Səlimin çünki 120x olduğunu bilirik artıq. 120x bərabərdir. Şamilin yerinə 95x. Burada gördüyünüz Şamilin yerinə yazırıq. 95x. Baxın, bayaqdan 2 dənə dəyişənimiz var idi. Səlim bir də Şamil. Artıq onu bir dənə x-ə gətirdik. Yəni, sualımızı rahatlıqla həll edə biləcəyik. Plus 50. Burada gördüyünüz 50-dir. Bunu həlləmək üçün 95-i digər tərəfə keçirib 120-dən çıxarıq. 95-i 120-dən çıxanda qalacaq 25x. O da bərabərdir 50-yə. Buradan biz tapmış oluruq ki, x-imiz 2-yə bərabərmiş. X-in artıq 2-yə bərabər olduğunu bilirik. Burada deməli, dostların pulunu artıq hesablaya bilərik. Şamilin pulu, gördüyünüz bu Şamilin pulu 95 ilə mütənasib idi. Yəni, Şamil bərabərdir 95x. O da bərabərdir 95 vurulsun 2-yə. O da bərabər olur 95 2-yə vuranda 190. Biraz ölçüsünü kiçildək, hansı bir sıraya yerləşmiş olur. Kiçildək. Artıq yerləşir. İkincisi, eyni şəkildə biz Arifin pulunu hesablaya bilərik. Görürük ki, Arifin pulu Arif bərabərdir 145x-dir. 145-i də x-ə vuranda, yəni 2-yə vuranda 145 2-yə vursaq 290 alındığını görərik. Bu da olur Arifin pulu.
Sonra Səlimin pulunu hesablasaq. Səlimin pulunun buradan 100 Səlim bərabər 120 x-ə o da bərabər olur 140-a. X-i 2 yazacaq. Artıq bu ortadakı hesablama hissəsini silə bilərik. Bunlar bizə lazım olmayacaq. Biz artıq bunları tapmışıq. Bizə lazım olan məsələni, əsas məsələni. Şamilin pulu 190-dır. Arifin pulu 290. Səlimin pulu isə 240-dır. İlk baxışdan belə görünə bilər ki, bunları tarazlaşdırmaq üçün biz nə edərik? Bu 290-dan, Arifdən 50-sini çıxarıq. Gətirib qoyarıq Şamilin üstünə. Bu dolar 240, bu dolar 240, bu dolar 240. Yəni A bəndi. İlk baxışdan bunu görmək olar. Əgər siz də A-nı görmüşsünüzsə və A-nı yazmışsınızsa təəssüflənməyin. İnsan da olur, səhv edə bilir. Əsas odur ki, diaqram, qrafik məsələsini həll edə bilirsiniz. Bu sualı həll edə bilməsəz də. Burada məsələ nədən ibarətdir? Məsələnin mahiyyəti nədən ibarətdir? Bu insanların xərcləridir. Arif 290 manat pul xərcləyib. Onun 50 manat da xərcləsə 340 manat keçib olacaq onun xərclədiyi pul. Səlim 240 manatı xərcləyib. Şamil isə 190 manat xərcləyib. Deməli, əksinə, bunların xərcləridir. Şamil özündən 50 manatda pul çıxarıb verir Arifə. Arif 290 manat xərcləmişdi axı. Arifə 50 manat gəldiyinə görə artıq o 290 manat xərcləmiş olmayacaq. Ona 50 manat pul qayıtdı gəldi də, xərclədindən 50-si qayıtdı gəldi. Arifin qaldı 240. Arifin xərcləmiş olduğu pul oldu 240. Şamil də 190 xərcləmişdi. 50-sini də Arifə verdiyinə görə onun pulu da olur 240. Məsələnin məntiqi tərəfi bundan ibarətdir. Yəni sualın doğru cavabı A bəndi deyil. Şamil Arifə 50 AZM verməlidir. Yəni görünənin tam əksi. Burada biz bunların xərclərini görürdük. Yəni xərci pul olaraq hesablaya bilmərik. Xərc mənfi puldur, yəni mənfi qiymətə malikdir. Bu qədərini başınızı yormayın. Sadəcə onu başa düşün ki, Arif 290 xərcləmişdi. 50-sini də xərcləsə o daha da artırdı onun xərclədikləri. Ən az xərcləyən Şamil idi. Ona görə Şamil öz pulundan 50 manat verdi ki, Arifə. Onların xərclədikləri pullar bərabər olmuş olsun. Sualın doğru cavabı Y bəndi. Bu sualı desən xeyli çox vaxtımızı itirdik. Digər sualları çalışaq mümkün qədər sürətli saylayıb. 12-ci sualımız ardıcıllıqdır, şəkil ardıcıllığıdır. Yenə də diqqətlə baxırıq və fiqurlara bir-bir baxırıq. Hamısına birdən baxsaq beynimiz qarışar. Birinci və ikinci şəkillərə, birinci şəkildən ikinci şəklə keçəndə nə baş verdiyinə baxarıq. Baxın, bu şaquli vəziyyətdə olan, şaquli sütun kimi olan, gördüyünüz kimi ikinci şəkildə eyni qalıb. Deməli, bu şəklin məntiqi belədir. Bir dəfə üfüqi olan dəyişir, bir dəfə şaquli olan. Birinci şəkildən ikinci şəklə keçəndə şaqulda heç bir dəyişiklik baş verməyib, görürük. Bu vəziyyətdə idi, elə burada da bu vəziyyətdə olaraq qalıb. Rəngləməyək, bunu sorulaşdıracağım. Bu vəziyyətdə olaraq qalıb. Üfüqdə nə baş verir? Üfüqün də bir tərəfi qalıb, digər tərəfi, sol tərəfində dəyişiklik baş verib, sol tərəfi əks tərəfə qatlanıb. İkinci şəkildən üçüncü şəklə keçəndə üfüqi olduğu kimi qalacaq. Gördüyünüz kimi üfüqi olduğu kimi qalıb. Heç bir dəyişiklik yoxdur. Eni dəyişmək növbəsi kimdədir? Şaqulidə. Şaqulinin də yuxarı olduğu kimi qalıb. Aşağısı bu tərəfə baxırdı, indi əksinə qatlanıb. Deməli, birinci addımda üfüqünün bir hissəsi qatlandı. İkinci addımda şaqulinin bir hissəsi qatlanmış oldu. Və bu vəziyyət alındı. İndi ikinci addımdan üçüncü addıma keçəndə şaqulinin artıq qalma növbəsidir. Şaqulinin qalma növbəsidir. Çünki əvvəlki addımda şaquli dəyişir. Buradan bura keçəndə şaquli dəyişinə görə şaqulinin qalma növbəsidir. Bax, bizim belə bir şaqulimiz olmalıdır. Bu şəkildə gördüyünüz kimi. Məsəl üçün A variantındakı kimi ola bilər. D-dəki kimi ola bilər. Y-dəki kimi ola bilməz. Görürsünüz, bundan deyil. Bu şaquldən deyil. Sonra B-dəki kimi ola bilməz. Görürsünüz, bunun arxası bu tərəfə gəlmir. B-ni də silirik. Həmçinin C-ni də silmiş oluruq. Üfüqdə necə dəyişiklik baş verəcək? Üfüqün artıq aşağı hissəsi dəyişib. Aşağı hissəsi dəyişməyəcək. Çünki aşağı hissəsi bir əvvəlki addımda dəyişmişdi. Dəyişiklik yuxarı hissəsində olmalıdır. Aşağı hissəsi baxın üfüqünün. Bu aşağı hissədə dəyişiklik olmayacaq. Bu vəziyyət gördüyünüz kimi yuxarı hissəsi də aşağıya doğru qatlanıb. Doğru cavabımız olur A bəndi. Aşağı hissəsində dəyişiklik olmayacaq. Bundan sonra növbətisinə keçəndə artıq bundan, bu şəkildən növbətiyə keçir, buna keçir. Yəni bundan sonra gələn budur. Siz heç vaxt bu axırıncını axtarmayın, sual burada oradadır. Bu şəkildən digərinə keçəndə yenə gördüyünüz kimi üfüqi qalıb. Üfüqün artıq dəyişmək növbəsi deyil. Bundan buna keçəndə şaqulinin isə aşağı tərəfi bayaq dəyişmiş, indi isə yuxarı tərəfi əksinə
qatlanıb. Əslində qəliz mürəkkəb görünsə də heç də qəliz deyil. Şəkillərə bir-bir baxırsınız və rahatlıqla sualı həll edirsiniz. 13-cü sualımız bir operator sualıdır. Burada bu suala necə baxırıq? O qədər də mürəkkəb deyil bu operatorda. Ortadakı 5-i saxlayırıq yerində. Ortadakı 5-i saxlayaq. Kənarları çıxıb bir-birindən yazırıq 5-in üstünə. 5-dən 4 çıxırıq. Yazırıq 5-in üstünə. 5-in üstü 1 bizə verir. Bərabərdir 1. Nə edirik? Ortanı saxlayırıq ortadakı 5-i. Kənarları çıxıb yazırıq onun qüvvətini. İkinciyə tətbiq edək. Ortanı saxlayırıq, 3-ü saxlayırıq. 3-ü saxlayaq yerində. Gördüyünüz kimi 3-ü saxladıq. Kənarları çıxacağıq. 5-dən 2-ni çıxacağıq. 5-dən 2 çıxanda nə eləyir? 3 eləyir. Olacaq 3-ün üstü 3. O da bərabər olur. Bərabər olur 27-yə. Yəqin ki, aydın olur. Birbaşa sonucuda keçəcək. Ortadakı 3-ü saxlayırıq. Bir yerdə bax yazaq yuxarıdan. Ortadakı 3-ü saxladıq. Gördüyünüz bu 3-dür. Kənarlara altdan 2-ni çıxırıq olur 4. 3-ün üstü 4 və 3-ün özünə 4 dəfə vurulmuşdur. Yəni doğru cavabımız olacaq 81. Doğru cavab D. 14-cü sualımız. 14-cü sualda baxaq görək burada nə etmişik. Ardıcıllıq verib yenə də sual işarəsinin yerində olan bizdən istəyir. Yuxarıya qaldıraq bunu, hamısını aydın görək. Baxaq, burada da əvvəlki şəkil testlərində olduğu kimi bir-bir baxırıq. Bir-bir variantlara bir-bir baxaq və variantlardan silmədən istifadə edə bilərik. Birinci qara fiqura baxaq, görək qara fiqur necə hərəkət edir. Qara fiqur buradaydı. Sonra fırlanıb gəlib bura aşağıya. Gördüyünüz kimi aşağıdadır. Qələmimizi götürək, işarələyək. Yuxarıdaydı burada və burada. Sonra gəldi bura aşağıya. Gördüyünüz kimi aşağıda küncdədir. Sonra isə qalxdı bura yuxarıya. Gördüyünüz kimi burada. Deməli, qara içəriyə daxil olmur. Sadəcə kənarla fırlanır. Və yaxud da hansı yerdədirsə o hissə ilə kənarla fırlanır gedir. Burada görürsünüz ki, qara mərkəzdədir və burada da fırlanır. Əvvəl buradaydı, sonra buradadır, sonra isə gəlib fırlanıb olub sol tərəfdə. Eyni də burada da qara içəridədir, içəridə fırlanır, buradadır, aşağıdadır və indi sol tərəfdə, sol yuxarı tərəfdə olacaq. Sağ demədik, sol dedik, aşağı demədik, soldadır. Burada da həmçinin bu da uyğun gəlmir, sol tərəfdə olmalıdır B və E variantlarında. Ağların hərəkətinə baxaq. Ağ gördüyünüz kimi dayanıb kənarda, biraz daxil olub içəriyə, tam daxil olub içəriyə. Ağ dayanıb kənarda, dayandığı yerdən içəriyə doğru gedir. Yarısı daxil olub içəriyə, tam daxil olub içəriyə. Kənarda dayanıb, ikinci şəkildə yarısı daxil olub içəriyə, üçüncü şəkildə tam daxil olub içəriyə, olur doğru cavab B bəndi. Sual verə bilərsiniz ki, Y-də də tam daxil olub içəriyə, amma Y-yə və bunun formasına baxın. Hamısında daxil olanda öz formasını saxlamışdı. Y-də formasını saxlamayıb, sualın cavabı B bəndi olmuş olacaq. 15-ci sualımız şifrlər mövzusundan bir sualdır. Bunu da Paint-də kəsib izah etsək, yazılar üstündə yazaq burada. Yazaq. Şriftimizi biraz kiçildək, çox böyükdür. Qabadır. 12 şrift olsun artıq. Baxaq, adı şifrədir. Sadəcə adı şifrədən biraz fərqi var ki, Gülab sözünün şifrəsini və Fedüt sözünün şifrəsini tapırıq. Fedütdən adi tənlik kimi, sadə tənlik kimi Fedütdən Gülabı çıxacaq, bu sual işarəsini tapacaq, sonra bunun hərflərini bərpa edəcək. Bunun üçün də əvvəlcə bu sözlərin şifrlərini buradan tapmaq lazımdır. Axırıncı sıralarına baxsaq, 2 dənə B var axırıncı sütundan, 2 dənə A var. 2B və 2A'nın olduğunu görürük burada. 2B'miz və 2A'mız var. Baxın, 2B və 2 dənə də A var. Burada həmçinin axırıncı sütuna baxsaq, 2-1 və 2 dənə də 4 var. Fərqli olan burada nədir? 5-dir. Burada isə fərqli olan Ü-dür. Deməli, Ü-nün şifrəsi 5-dir. Başqa sözlə, Delbü sözünün şifrəsi bu sıradır. Yəni, bu sıranın şifrəsi 67-345. Şifrələr qarışdırmadığından elə bir dənəsini tapsaq, digər hərflərin şifrəsini tapmış oluruq. Aşağısından yazarıq həmin sözün şifrəsini. Delbü sözünün şifrəsini artıq tapmışıq. Delbü sözünün şifrəsi. D-nin şifrəsi oldu 67-345. 6, 7, 3, 45. 67-345 Delbü sözünün şifrəsidir. Digər sözü Gülab sözünün şifrəsini tapmağa çalışaq biz. Gülab sözümüzün şifrəsini tapa bilərikmi? Tapa bilərik. Məsəl üçün, elin şifrəsini tapmışıq artıq. Elin şifrəsinin 3 olduğunu görürük buradan. Həmçinin elin şifrəsinin 3 olduğunu və B-nin şifrəsində 4 olduğunu görürük. Bunu da yaza bilərik üstünə. Yazdıq.
B'nin şifrəsini 4. Ünün şifrəsini də bilirik. Ünün şifrəsi də 5-dir. 5. 53 axırda 4 ilə qutaran, ortasında 53, axırda da 4 olan. Gördüyünüz kimi bir dənə variantda var cəmsi. 853, 14. Deməli, J-nin şifrəsi olacaq 8, 53 və 14. Artıq gülab sözünün, gördüyünüz bu gülab sözünün şifrəsi hazırdır. Gülab sözünün şifrəsini tapmışıq. Gülab sözünün şifrəsi bizdə oldu. 853, 14. 853, 14. Üstünə gələcəyik sualı bərabərləyəcəyik Fedut sözünün şifrəsinə. İndi çalışaq Fedut sözünün şifrəsini tapaq. D-nin şifrəsini bilirik. D-nin şifrəsini 6. 6 olacaq. Burada ortasında D olan bir dənə söz var. Fedut sözü var bizdə burada. Üçüncüsü 6 olan, üçüncü yerdə duran Fedut. 6 olan bir dənə şifrə tapaq burada. 97 654 olduğunu görürük. 97 654. Sadəcə Fedut'dan bunun bir fərqi var ki, burada axırıncı da D-də orada diqqətli olmaq lazım. Yəni D olaraq da saxlayacağıq. Şifrəmiz nə oldu? 97 654. Bu 6-ya görə tapdıq onu. 9 yazarıq bura. 7 654. Ünün şifrəsini əvvəldən də bilirik onsuz da. Bərabərləyəcəyik bunu. 97 656-ya. Burada axırda D-nin tutardığına görə. Buradan sual işarəsini taparıq biz. Kalkulatordan istifadə edəcəyik. Vaxtımız çox getməsin deyə siz çalışın, istifadə eləməyin. İmtihanda kalkulator olmayacaq. Nə oldu? Bir dənə olsun. 97 656-dan 97 656-dan çıxacaq 85 314-ü sual tapacaq. Çıxırıq 85 314-ü. Sual işarəmizin yerinə 12342 olduğunu tapmış oluruq. Yəni sualımızın qiyməti bizdə 12 yaddan çıxdı necə idisə. Geri qaytaran. Burada var. 12342. 12342 olduğunu görürük sualın yerində. Onu da buralara bir yerə qeydləyək. 12342. Sualın yerində artıq 12342 olduğunu tapdıq. Növbəti addımda nə edəcəyik biz? Bunun hərflərini yuxarıdan tapıb bərpa edəcəyik. Belə uzun getməsinə baxmayın. Siz həll etsəz qısalınacaq. Sadəcə burada izah olduğuna görə biraz uzun alınır. Çox da sizi qorxuzmasın ki, uzun uzadı həll olmayacaq bir sualdır. Qətiyyən elə deyil. A-nın birinci şifrəsi lazımdırsa, bir burada görürük ki, A-dır. Yazarıq yerinə A. Birinci hərfimiz olacaq A. Digər variantları artıq silə bilərik. A və C variantlarımız qaldı. İkinci şifrəsini tapmışıq, tapmamışıq. Boş verək ikinci şifrəsini. Keçək digərlərinə baxaq. İkinci şifrəsinin yerinə bir nöqtə qoyaq. Üçüncü şifrəsinə baxaq. Üçüncü şifrəsi var bizdə. Üçüncü şifrəsi L-dir. A-nın L, üçüncüsü L olan var başqa hərfdə. E-nin şifrəsini də biz tapmışıq. 4-dür. 4 nə idi? 4-cü şifrəsi daha doğrusu B-dir. LB olacaq bizim sözümüzdə. LG-dir burada. Burada isə LB-dir. Doğru cavab olur. C bəndi. Sözü bütöv tapmaq ehtiyacı olmadı. Artıq sualın cavabı hazırdır. Keçid alaq növbəti testlərimizə. 16-cı test, 2-dən 16-cı testimiz vardı bu sınaqda. Bunun lazım olmadı sizə imtihanda, ancaq burada izahını verim. Qəbulda qarşınıza çıxa bilər. Maraqlı bir test nümunəsidir. Qələmimizi götürək və davam edək. Üfüq istiqamətlə baxacağıq testdə. Yenə də şəkillərə bir-bir olmaq şərtlə. Birinci bundan başlayaq. Burada küncdədir. Biraz sağa doğru hərəkətlədiyini görürük və biraz da sağa doğru gedib öz hərəkət istiqaməti saxlayaraq sağa doğru gedə-gedə gedir. Bu yuxarıdaydı. Gördüyünüz kimi. Ələn başqa rəng yazsa daha yaxşılardı. O tapınacaq vaxt gedir amma. Yəni qırmızı rəng yazsın eybi yox. Üstündən xətt çəkərik. Aşağıya doğru gedir. Görürsünüz biraz da gəlib aşağıya. Burada tam gəlib çatıb aşağıya öz yerinə. İkinci şəkildə də eyni qanuna uyğun yəqin ki davam edəcək. Baxaq görək burada nə baş verir. Aşağıdakı şəklə baxaq birinci. Əvvəl burada ortadadır, sonra gəlib biraz sağa, küncdədir. Sonra burada artıq getməyə yer olmadığına görə qalxıb biraz yuxarıya doğru. Gördüyünüz kimi biraz yuxarıya doğru qalxmış vəziyyətdədir. İkinci şəklimizə baxsaq, əvvəl burada sağa birləşikdir. Sonra biraz hərəkət edib ortaya doğru gəlib ortaya. Sonra da görürsünüz ki, biraz da gəlib sola doğru gəlib birləşib sola. Digərinə baxsaq, burada yuxarıdakı şəkildən başlasaq, əvvəl burada küncdədir, soldadır. Biraz gəlib mərkəzə. Növbəti şəklimizdə isə bizdən soruşulan sualda isə lap sağa birləşmiş vəziyyətdə. Bura küncə birləşmiş vəziyyətdə olacaq. Sağında bunun ağ yoxdur, bunu silə bilərik. Sonra bunun sağındakı ağ, bu bizə lazım olan formadan deyil. Baxın bunun formasına, bunun tipinə baxın, bunun tipinə baxın. Tamam fərqli bir şeydir.
O görə bunu silirik. Qalır 2 dənə variantımız. Digərinə baxsaq, baxaq görək bu ağ necə hərəkətləyir. Ağ əvvəl burada mərkəzdə dayanmışdı. Digər ağdan söhbət gedir. Bunun üstünə xətt çəkək, biraz fərqli olsun. Bu hərəkətləyəcəyini görürsünüz. Sola doğru hərəkətləyib. Artıq sola gedəcək bir yeri yoxdur. Ya yuxarı qalxmalıdır, ya da aşağıya doğru düşməlidir. Aşağılarda heç birində elə şəkil olduğunu görmürük. Yəni aşağı hissələrdə şəkil yoxdur heç birində. Ortada qala bilməz, çünki ortadan gəlib elə indicə son olaraq. Sonra bura ortaya gəlib çıxa bilməz. Bir addımda qalxacaq yuxarı. Burada küncdə özünə yer alacaq. Doğru cavab olur A bəndi. Bu birinci 16-mız. Keçid alaq indi ikinci 16-mıza. Burada nisbətən mürəkkəb bir sualdır. Testin məntiqi yuxarıda gördüyünüz bu iki şəkildən, bu iki dənəsindən aşağıdakı 3 dənə salınır. Bu onların hasilidir. Məsələn, yuxarılarını bir-birinə vuraq. 5-i 2-yə vuracaq, alınıb 10. Sonra sollarını bir-birinə vursaq, 7-ni 2-yə vursaq, soluna yazılıb, alınıb 14. Sağlarını 9-u 3-ə vurub, alınıb 27. Bir də 0-a vurub, alınıb 0. Bu, yuxarıdakı ikisinin hasilidir. Buna baxaq, görək bu necə alınır onlardan. Bu, onların cəmləridir. Məsəl üçün, 5 ilə 2-ni cəmləyib, 7 yazıb bura. 9 ilə 3-ü cəmləyib, sağları cəmləyib, yazıb sağa 12. Bu da bizə lazım deyil. Sual çünki sonuncudadır. Sonuncu nədir? Onların fərqləridir. 5-dən 2-ni çıxıb 3, 9-dan 3 çıxıb 6, 7-dən 2 çıxıb 5 və nəhayət bizim qəhrəmanımız 1-dən 0 çıxanda aşağıda 0 alınmalıdır. Sualımızın cavabı, üzr istəyirəm, 1-dən 0 çıxanda 0 alınmırmış. Yeni verilən məlumata görə 1-dən 0 çıxanda 1 olur və doğru cavabımız olur A bəndi. Davam edək növbəti suallarımızla. 17-ci sualımız, bu sualda qəbullarda bir neçə dəfə istifadə olunur fərqli formalarda. Rahat bir sualdır, bu cədvələ ortadan bölək. Yəni bunlar fərqli cədvəllərdir. Bu qara üçbucağa aiddir, bu da ağ üçbucağa. Əməliyyat qara üçbucaqla aparanda burada, ağ üçbucaqla aparanda isə birinci cədvəldən istifadə edəcəyik. Baxaq qara üçbucaqların nə əməliyyat aparılıb. Lap mərkəzdən başlayaq. B ilə C, B və C arasında qara üçbucaq var. B taparıq buradan bir dənə, tapaq özümüzə buradan B. Digər tərəfdən də C-ni taparıq. B ilə C-ni bizdən istəyirsə onların kəsişməsinə baxaq. B və C-nin kəsişməsində görürük ki, A hərfi dayanıb. Yəni mötərizəmizin ki olacaq, bu mötərizəmizin ki olacaq A. Buranı A tapdıq artıq. Mükəmməl bir A hərfi. İndi bu A mötərizənin içində buranı A tapdığımıza görə bura A oldu. A-la üçbucaq A. A üçbucaq A görüb qorxmayın, həyəcanlanmayın. Bu da mümkündür. Eyni hərflər ola bilər. Baxın. A fərqli deyərdik gələk. A-la A. Bizə nə verəcək? Bizə verib B. Yəni, ümumi bu mötərizənin içində buranı da biz ikisini bir yerdə B tapmış olduq. İndi A ilə bu B arasındakı əlaqə artıq qara üçbucaq deyil. Bu cədvəl bizə lazım deyil artıq. Çox getməsin. Bu cədvəl artıq bizə lazım deyil. Bunun üstünə xətt çəkə bilərik. Keçirik birinci cədvələ. A ilə B-ni axtaraq burada. Buradan A, buradan da B. Baxırıq ki, onların kəsişməsində dayanıb. 13 dayanıb. Sualımızın cavabı olur 13. Deyə bilərsiniz, niyə məhz bu A ilə bu B yox? Onları da götürə bilərsiniz. Bu A ilə bu B-ni də götürə bilərsiniz. Onların da kəsişməsində 13 dayandığını görürsünüz. Sualımızın cavabı olur 13. Növbəti sualımıza keçid alaq. 18. Bu da maraqlı bir tipdir. Məşhur şəkil formalarından biridir. İlk iki şəkli bununla bunu üst-üstə qoyuruq. Bununla bunu üst-üstə qoyacağıq. Toplayacağıq, yəni toplayacağıq. Alınacaq üçüncü şəkil. Necə alınır? Baxaq. Burada yuxarıda var nöqtə. Burada da yuxarıda nöqtə var. Burada aşağıda nöqtə var. Burada da aşağıda nöqtə var. Ancaq bu ortadakı və kənardakı nöqtə burada yoxdur. Baxın, bunları üstə qoyanda nə qalır? Sonuncu şəkildə bərabər yazaq burada birinə. Birinci ikisini toplayanda üçüncü alınır. Hər iki şəkildə olan üçüncü şəkildə qalır. Üst-üstə qoyuruq. Hər iki şəkildə olan üçüncü şəkildə qalır. Olmayanlar itib gedir. Eynilə burada da bu şəkil haqqında da olar demək olar. Baxın, bu burada var. Mərkəzdəki burada var. Eyni zamanda aşağıdakı burada var. Amma nə bunun tayı yoxdur burada, nə də bunun burada tayı yoxdur. Ona görə cavabda görürsünüz belə bir variant vəziyyət alınıb. Burada baxsaq mərkəzdəkinin burada tayı yoxdur. Heç yuxarıdakının da orada tayı yoxdur. Heç bunun da burada tayı yoxdur. Yəni bir dənəsinin tayı var. Aşağıda olanların. Deməli üçbucaq olacaq bizdə. Aşağısında da bir dənə nöqtə. Doğru cavab olur Y bəndi. Növbəti suala keçək. 19-cu sualımız.
Qanunluluğu müəyyən edəcəyik. Qanunlarımız nədən ibarətdir? Sadə bu testlərdə adətən belə olur. Yəni kənardakılardan ortadakı alınır. Baxaq görə necə alınır? Ən sadəsi 42-ni bölərik 6-ya neçə eləyəcək? 7. 7-dən də 1 çıxarıq, ortadakını verir. Yəni bunu birinci yerdə dayanana, axırıncı yerdə dayanana bölürük. 1 çıxırıq, bizə verir cavabı. 32-ni 4-ə bölürük. 8, 1 çıxanda 7. 66-nı 11-ə bölürük. 6, 1 çıxanda 5. 25-i 5-ə bölürük. 5, 1 çıxanda bizə 4 vermiş olacaq. Sualımızın cavabı olacaq A bəndi. Keçirik növbəti sualımıza. Hesab əməllərindən olan bir sual. Tələbələrin yaralı yerlərindən biridir. Amma əslində çox rahat bir bölmədir. Gözünüzdə şişirirsiniz sadəcə. Baxaq, burada BB-ni D-yə bölüb DD alınıb. Lap kiçikdən başlayaq, fərzləyək ki, D1-dir. BB-ni 1-ə böləndə yenə də BB alınmalı idi. Yəni D əgər 1 olmuş olsaydı, burada yenə də BB almış olardı. Görürük ki, fərqli bir şey alınıb. Deməli, D-lərin yerinə yazaq 2. 1 olmadı. 2 yazaq görək bizə nə verir. D-lərin yerinə 2 yazsaq, digərinə yazsaq daha rahat olar məncə. Həm də daha sürətli olar. D-nin yerinə yazdıq. 2. Buradakilərin də yerinə yazarıq. 2, 2, 22. Nəyi 2-yə böləndə 22 verir bizə? 44-ü. B-lərimiz olsun 44. İkinci də yazaq yerinə. D-lərimiz 2-dir. 2, 2. B-lərimiz, B-miz buradan gördük ki 4'tü. 4 olur. A-larımız da olacaq. Nəyi 4'ə bölündə 22 verir və yaxud 4'ü 22'yə vuran nə eləyir? 88 olacaq bizim A-larımız. Niyə məhz 2? 3'ü götürsək nə baş verərdi? 3'ü götürsək, 3'ü 33'ə vuranda burada alınır 99. 99'u nəyə vursaq 2 rəqəmli ədədləri keçib gedirdi. Yəni 1 də götürmək olmaz, 3 də, aydın məsələdir 3 olmuşsa 3-dən böyükləri heç olmaz. Ona görə də yerdə qalır təkcə 2. 2-ni də götürüb yazıb asanlıqla cavabımızı aldıq. A-nın qiymətini də, B-nin də, D-nin də qiymətini bilirik artıq. A-nın qiymətinin 8 olduğunu buradan görürük, gətirib yazacağıq bura. Sonra plus B-nin qiymətinin 4 olduğunu görürük, yazacağıq bura. Və plus D-nin qiymətində 2 olduğunu görürük, gətirib onu yazacağıq bura. Cavabımızı rahatlıqla 14 tapmış olaraq. Növbəti sualların cavabı növbəti videoda olacaq. Növbəti videoda həmin sualların da izahını izləyə bilərsiniz.